Salam əziz uşaqlar. 20 aprel 2025-ci ilin buraxılış imtahanının suallarına baxaq. Dinləmə Michael Jackson haqqında düşüb. Mətin Michael Jackson həyatı, uğurları haqqında idi. Belə olar ki, mətin nə haqqındadır? King of Pop Music məncə D variantı daha uyğun gəlir. Dinləməmişəm, amma ki, uyğunlarını deyirəm. Why did Michael leave the group? Niyə görə qrupu tərk etdi? Burada mənə elə gəlir ki, to be solo artist olmaq üçün. 1985-ci ildə Michael işləyirdi as a musician. Neynəmək üçün idi? Daha böyük uğurlar qazanmaq üçün məncə belə olar. D variantı mən uyğunlaşdıram. Michael and his four brothers formed a pop group. Turu doğrudur, var idi bunlarda. Couldn't get, amma bu məncə burada turu idi. Çünki ala bilmişdi məncə bunu. Tam məlumatım yoxdur mətndən. Michael'ın da həyatından elə də dəqiq bilmirəm. Only olan cümlələr adətən yanlışdır. Michael had only one successful album. Xeyr, falsedır bu. Michael was the youngest member of the group. Bu da doğrudur, elə düz yazıb. Buradan götürək. Növbəti sualımıza baxaq. Qısa mətinlərimiz də çox sadədir. The art club will meet Tuesday after school in room 202. İncəsənət klubudur. İkinci gün dərsdən sonra deyir, 202-ci otaqda görüşüləcək. The purpose of the meeting is to discuss ideas for the new project. Əsas məqsədi görüşündür, yeni proyektin ideyasını müzakirə etməkdir. The member of the club must bring their equipment. Qrup üzvləridir, gərəkdir öz alətlərini gətirsinlər. Everyone is welcome. Hamıya xoş gəldindir, hər kəs açıqdır. Yəni, not all the club members can take part in the meeting. Yəni, bütün qrup üzvləridir, yalnızdır, qrup üzvləridir, iştirak edə bilər. Not only the club, nəinki onlar, but also da deyə bilərdi. Burada ikinci hissəsinə baxaq görək. The club meeting will be held before classes. Dərsdən əvvəl olacaq. Xeyr, bu yanlış yazır, bu dərs after school deyirdi. Ona görə B yanlışdır. The art club members are going to share opinions for their new project. Klubun üzvləri gedirlər nəyə? Bölüşməyə. Bölüşməyə artıq müzakirə etməkdir. Burada çox yaxın cavablar qoyublar. The meeting place of club members is unknown. Tanınmayan, bilinmirdi deyir klubun üzvləri yeri, yəni harda elədikləri yer, amma 202-ci otaqda idi, bilinirdi. There is no need to bring any equipment. Ehtiyac yoxdur deyir getməyə, amma burada hamısına deyirdi ki, must bring, gətirməlidir. Deməli, %100 B, D, E variantları %100 səhvdir. Bir də oxuyaq. Not all the club members can take part in the meeting. Hamı deyir, ehtiyac yoxdur. Məncə burada the art club members are going to share. C variantıdır burada. Çünki orada deyir ehtiyac yoxdur, amma hamısı gəlməlidir. 6-ya baxaq. Looking for a fun way to learn English. Əyləncəli yolunu deyir, ingilisini öyrənməyin. Come to this class in our language center where you can speak, listen and make new friends. Gəldir, qoşu bizim dil mərkəzimizə, harada ki, sən danışa, dinləyə və yeni dostlar qazana bilərsən. Join today and get special discount for the whole year. Bizə deyir, bugün qoşur və xüsusi endirim al bütün il boyu üçün. A variantında deyir, students can get a discount if they bring a friend. Uşaqlar deyir, endirim alacaq, əgər dostların gətirəcəklərsə. Yox. Discounts are available only for speaking class. Yalnızdır danışıq sinifləri üçündür. Bu da yox. Students are offered free class in the center. Mərkəzdə pulsuz siniflər var. Xeyr. Language center offers an enjoyable way of learning English. Buna saxlayaq, məncə bu düzdür. Students can get discount if they join tomorrow. Sabah gəlsələr deyir, endirim eləcəklər. Xeyr, bugün gəlsəydi, today deyir. Ona görə də D variantı doğrudur. Yəni, əyləncəli yollarını öyrənəcəkdir. 7-ci tapşırığımızda isə deyir, hello everyone, salam hər kəsə.
There will be a school trip to the museum on Tuesday. Orada deyir, məktəb muzey üçün deyir, 4-cü gün səyahətimiz var. Please don't forget to bring your student ID with you to take the adventure of special offers. Zəhmət olmasa deyir, şagirdinizin deyir, pasportunu gətirməyi unutmayın deyir. Çünki bu xüsusi deyir, təklifdən deyir, qatılmaq üçün. Come and meet in front of the school before 9 AM. 9-a əvvəl məktəbin həyətinə deyir, gəlin qarşısına. The museum is open for the school trip at the weekend. Həftə sonu deyir. Bu 4-cü gün idi axı. Xeyr. It is planned to meet students after. After yox, before deyir. Students will meet at the back of the school. Məktəbin arxasında, bu in front of qarşısındadır. Students must bring their IDs to get special offers. Uşaqlar gərək deyir, öz pasportları gətirsinlər, xüsusi təkliflə yararlanmaq üçün. The meeting place for the museum is the school gym. İdman zalındadır. Xeyr, bu səhvdir. Burada D variantı doğrudur. Bunu da şagirdimiz səhv yazıb. Növbəti tapşırığımıza keçmək üçün, əgər biz səhifəmizi çevirə bilsək, keçəcəyik. Növbəti mətinimizdir. Mətin nə haqqındadır? Olympics məncə. The Special Olympics is a huge success story. Xüsusidir olimpiyalarda geniş uğurlu tarixi var. It is a series of sporting events held around the world for people with learning difficulties. Bu deyir, hadisədir, idman dünyanın hər yerindədir, insanlar çətinlikləri öyrədir və baş verir burada. The Special Olympics World Games are held once in every 2 years. Olimpiya oyunları deyir, özəl olimpiya oyunları deyir, dünya oyunlarında deyir, ildə 2 ildən bir, ildə bir dəfə, once, bir dəfə keçirilir. There are the Special Olympics Winter and Summer Games, qış və yay oyunları var. It all started with Frank Hayden's idea. Frank Hayden'ın ideyası ilə başlayıb hamısı. Hayden was a physical education professor in Canada. O, Kanadada fiziki tərbiyyədir, physical education professor olmuşdur. He said that doing exercise could be useful for people with learning difficulties. O deyirdi ki, idman insanlara xüsus çətinliklər öyrədir. He first asked the Canadian government for help to organize a sport program, but he got little support. O da ilk dəfədir Kanada dövlətindən də xahiş edib ki, ona kömək eləsin, belə idman proqramı deyir, təşkil etsin, amma deyir, o az dəstək almışdır. Then he went to America and asked Rose Kennedy for help. Sonra Amerikaya gedib və Rose Kennedy'dən xahiş etdi kömək üçün. She was a rich and powerful person. O deyir, varlı və belə tanınmış, güclü insan idi. She quickly agreed to help Hayden with money. O deyir, cəld deyir, razılaşdı Hayden'a pul bağlı kömək etməyə. So they created the Special Olympic in the 1960s. Ona görə 1960-cı ildə bu deyir, yaratdılar olimpiyanı. In 1968, the first Special Olympic was held in Chicago. 1968-ci ildə Chicago'da baş tutdu deyir ilk olimpiya oyunu. Not many people knew about it, so they were not many participants in the first Special Olympics. Çox insan deyir, bilmirdi deyir bu haqda. Ona görə də deyir, çox az qatılan vardı bu olimpiyaya. However, there was a very good start. Amma buna baxmayaraq çox gözəl başlanğıc oldu. Since then, the Special Olympic has developed and inspired many people. Ondan bəri deyir, bu insanların deyir, bir çox insanı ruhlandırır və inkişaf elətdirdi. Mətin nə haqqındadır? Successful participants, uğurlu iştirakçılar deyildi. Bu həm tarixi idi. The help for the Canadian government, Kanada dövlətinin köməyi. Xeyr, orada çox az kömək etmişdi. The history of the Special Olympics, bu olar, C variant doğru olar.
Dr. Hayden's experiment with people, təcrübəsi insanlar üzərində, xeyr, bu deyildi. Different games in the Olympic Games, bu da deyildi. Müxtəlif oyunlar, olimpik oyunlarında, bu da deyildi. C variantı doğrudur, düz yazıb. Which statement is false? Yanlış olanı seçəcəyik. The Special Olympics is a series of sporting events held around the world. Bu doğrudur, elə birinci hissədə verilir bu. B variantında deyir, the Special Olympics is a sport event held in every 5 years. 5 il yox, 2 ildən bir dəfə keçirirdi. Elə səhv budur. Digərlərinə də baxmırıq. Yəni orada görünür artıq. Complete sentence according to the passage. Mətni tamamlayın. Few participants took part in the first Special Olympics because çox az adam iştirak etdi birinci olimpik oyunda. Çünki burada nə idi? Çünki o ən axırda vardı. Çünki deyir, bunu az adam bilirdi. Ona görə the government didn't allow everyone to join. Dövlət də icazə vermirdi. Xeyr. Many people didn't like the forms of sport. İdman formasını deyir, sevmirdi çox adam. Xeyr. Dr. Hayden wanted less people to take part in. Burada deyir, az adam qatılmaq istəyirdi. Xeyr. The kinds of sport weren't interesting deyə. Orada deyir, maraqlı deyildi. Few people had information. Bu da Y variantıdır. Bu səhv yazıb, amma Y variantı, yəni az adam bu haqda bilirdi. Yəni burada biz bunu not many people, baxın, knew about it. Baxın bu hissədə. Ona görə orada az adam, bildiyinə görə az adam da qatılmışdı. 11-də nə deyir? Correct answer, doğru cavabı. Why did Dr. Hayden have to ask Rose Kennedy for help? Niyə görə deyir, Rose Kennedy'dən deyir, xahiş etdi deyir, köməkçidə. Yəni, niyə idi? Ona görə Kanadadan güclü dəstək almamışdı. As he couldn't get enough support from the Canadian government, Kanadadan deyir, kifayət qədər dəstək almamışdı. Bunu saxla. Because Rose Kennedy had learning difficulties herself. Çünki özü deyir, çətinliyi öyrənirdi Rose Kennedy. Bu heç mənası uyğun gəlmir. As Rose Kennedy got a physical education in Canada. Kanadada Rose Kennedy deyir, fiziki tərbiyə təhsil almışdı. Xeyr. Because the Canadian government told him to call her. Çünki Kanada dövləti ona deyib ki, kömək çağırsın. Because Rose Kennedy quickly agreed to help him with money. Çünki deyir, o dəqiqə razılaşdı. Xeyr, baxın burada as he couldn't get A variantı. Çünki deyir, o burada nə edirdi? Kanadadan çoxlu sport dəstək ala bilmədi. Sonra he went Amerikaya. Sonra Amerikaya getdi ki, kömək alsın. Burada hansı variantdır? A variantı. 11-də düzdür. 12-ci sualımızda doğru cavabları seçirik. Dr. Hayden was a very rich and strong man. Doğrudursa o pulu olsaydı niyə varlılardan xahiş edirdi kömək üçün? Bir səhvdir. The first Special Olympics wasn't successful. Uğurlu olmadı. Bunu xeyr, məncə orada deyirdi ki, uğurlu oldu. The Special Olympic Games were held in the 1916, 1963-cü ildə. Baxaq, they secreted. Amma the first 1968-də oldu. There are two types of Special Olympic World Games. 2 cür var. Bəli, 4 var. 2, 4 məncə bu uyğun, amma 2-də də heç burada nədir? However, this was very good start. İlk başlanğıc idi. Bəli, 2, 4 uyğun gəlir. 13-cü tapşırıqda nə deyir? These photos were taken by my friend with a mobile phone. For my friend in a mobile phone. İçində ola bilməz. Burada D variantı düzdür. Mənim bu deyir, şəkillər mənim dostum tərəfindən deyir, mobil telefonu ilə çəkilmişdir. Bu düzdür. 14-də nə deyir? Zaman uzlaşmasıdır. Money by the villagers, they eat to the police. Burada nə deyir? Was found and gave olar. Burada A variantı uyğun gələr. Çünki C variantına baxın, is indiki zaman, gave keçmiş zaman uyğun gəlmədi. E variantında found, money found. Burada by the villager deyirsə, deməli burada məşğul növ var. Ona görə found yox, was found olmalı idi. E-nə ona görə səhvdir. B-də A found, A given-də olanda hər ikisi they are given it to the police. Money was found by the villagers. They gave it to the police. Onlar deyir, onu polisə verdilər. A variantı uyğun gəlir. Digərləri uyğun gəlmir. D-də isə give indiki zamandadır.
Passive voice olan cümləni seçirik. Burada yəni biz uyğun doğru cavabı seçirik. All students wanted to say exam result. Bütün şagirdlər istəyir imtahan nəticəsini bilsin. Burada all students artıq mübtədadır. B. Cotton is planted in different parts of Azerbaijan. Burada da cotton mübtədadır. C. My hobby is collecting the coins of different countries. Mənim hobbim bu da. Unexpectedly, we lost our important documents. Təəssüflər olsun ki, bizdir dokumentlərimizi itirdik. They promised to send a letter as soon as possible. Onlar deyir, different parts of Azerbaijan cotton is planted. Burada B variantıdır. Yox, burada soru B variantıdır. Çünki kim tərəfindən pambığın əkildiyi məlum deyil. Ona görə burada da E variantında Z promise send verdilər ki, məktubu deyir, nə qədər mümkündür tez göstərəcəklər. Öndə sonunda mümkün sözü sifət olanda onlar deyirdik ki, nə olmur? Passive voice olmur, yəni məsudluq olmur. 16-cı suala baxırıq. Art sözü E hərfi ilə başlayıb, deməli, ən olmalıdır. There is an art collection in the museum. B variantı ilə doğrudur. Is a person's behavior or way of acting, insan davranışı falan, habit, davranış habitdir. Dream arzudur, mənə tərzdir, decision, istiqamət, opportunities, şans deməkdir. Ona görə variantı ilə doğrudur. Definition kimi verib, amma bir dənə söz verib bunu. My mother is very tired. Mənim anam çox yorğundur və ona görə mən nə etməliyəm? Ona kömək etməliyəm. İnkar olanları silirəm. Having to'su yoxdur variantında. Might'dan sonra to olmur. Can'tdən sonra to olmur. Shouldn't deyirsə, burada mənə ilə uyğun gəlmir. Gərək kömək etməyim. Deyir, mən kömək etməliyəm. I must help her. B variantı doğrudur. Zaman burada mübtəda xəbər uzlaşması. Information sayılmır deyə. In this books olacaq, sayılmayadığına görə is, was. 2-5 C variantı. Əslində will də götürə bilərdik. 1, 2, 5 deyə variantımız yoxdur. Ona görə 2-5 C variantı doğrudur. Növbəti tapşırıqlarımızı yoxlamağa keçək. Növbəti sualımız nə haqdadır? Possessive case, yəni hal. This means luggage was olmaz. Deyirdi ki, bir dəqiqə yox, apostrof F-dən sonrakına baxırıq. Luggage yük təkdədir, bunu saxlayaq. Those means kökünə S şəkildə artırmaq olmaz. B variantı da ona görə yanlışdır. C variantı this-dən sonra cəm isim olmalıdır. Ona görə C variantı ümumiyyətlə yanlışdır. Z-dən sonra mənin dalına S artırıb. Ümumiyyətlə mən kökdən dəyişəndə nətər S artırırsan ona D variantı yanlışdır. This təkdədir. Meni cəm götürüb burada. Bu da E variantı yanlışdır. Deməli A variantı ilə doğru cavabımız idi. A variantı. 21-də isə nədir? What's making coffee-dir yəqin ki də. Mən elə gəlir ki, coffee-dir today. Why is making olmaz? How is making coffee today? Who is making coffee today? Bugün kim eləyər? Birbaşa xəbər gəlirsə, kimdir coffee hazırlayır bugün? When is making coffee today? Belə bir şey də olmalı. What is making coffee? Nə hazırlayır? Məncə burada kim hazırlayır? C variantıdır. 22-yə baxaq. They didn't invite me to the party. Onlar mənə dəvət etməmişlər partiya, but I didn't go. Və mən də gedə bilmədim. Buna görə də mən getmədim onlar burada. So. Burada həm də virgül var. Baxın, məncə burada virgül vardı bunun altında. Onlar mənə dəvət etmədilər partiyə və mən də deyir getmədim. Buna görə də mən getmədim. Çünki olmaz, that olmaz, but hər iki tərəf inkar olmaz. Or demişdik sual cümləsidir. Bunda olmaz, so olar. E variantı doğrudur. Burada nədir? Masterwords to the definition. Honest, dürüst, patience. Səbirlik, kreativ də nədir? Yaradıcıdır. Being able to wait for a long time. 2 olacaq. Nə? 2A. 2A olanlara baxırıq. Y variantında var. Böyle bir dənə Y variantında var. Elə onda Y variantı doğrudur da. Honest, having a lot of imagination and creative ideas. 3B'dir. 3 də belə orada Y variantında düzdür. Honest, always tells the truth. Ona görə də 1 də C variantı. 1C, 2A, 3B, Y variantı ilə bunu düz yazıb.
Close meaning yaxın mənalı, nice ilə beautiful yaxın mənalıdır. A variantı doğrudur. Old-la rude bir-birinin əksidir. Happy, sad əksidir. Difficult, easy yenə əksidir. Tall, short yenə əksidir. Antonimləri isə indi seçirik. Dangerous deyir ki, safe, bəli. Ugly, clever heç uyğun gəlmir. Boring ingilisdir. 1-4 different-lə, ancient-lə, qədimlə, müxtəlif nə əlaqə. 1-4 doğrudur. Bu isə çox asandır uşaqlar. Yəni, burada nə görürük? Bunu biz uşaqlarla etmişdik. Nə deyir? Bir gün, one day, qıza ad qoyaq. Sally saw the bird outside. It was windy and cold day. Çox soyuq və deyir, gün idi. She asked to her father to help the birds. And they start to build nest for the birds. Onlar hazırlaşırlar quşlar üçün tiksinlər, yəni yuva tiksinlər. And they hang the nest on the tree and the birds were happy. Quşlar çox xoşbəxt oldular. Yəni elə gəlir ki, bunu şagirdlər ediblərsə, asan da əldə edə bilərlər. Uğurlar.